Biologiyanı seçdiniz. Sizə uğurlar. Çox sağ olun. Başlayırıq. Pələng təzə doğulmuş balasını nə ilə bəsləyir? Süt. Düzdür. Məməlilərdə neçə qulaq heyvanı İki. olur? Düzdür. Adi şamın toxumları nə vasitəsilə Külək. ətrafa yayılır? Düzdür. Buynuz meyvə kəlmə aiddir yoxsa noxuda? Düzdür. İnsan asqarida hansı əzələlərin köməyi ilə dalğavari hərəkət Uzunlar. edir? Düzdür. Öküz solterinin neçə sormacı Dörd. olur? Düzdür. Yarpaqlardakı fotosintez edici toxunma hansı Əsas. toxunma qrupunadır? Düzdür. Neşterçədə ifrazat orqanı nefrlərdir yoxsa Nefritlər. verirlər? Düzdür. Hansı yosuna həm də dəniz kələm Laminariya. deyilir? Düzdür. Lobiya bitkisinin kök sistemi hansıdır? Milkök sistem. Düzdür. İnsanın həzm kanalında ulaqla mərə arasında borusu. hansı hissədir? Düzdür. Qızının protalında sporlar yetişir Qametlər. yoxsa qametlər? Düzdür. May böcəyinin neçə bığcığı olur? 2. Düzdür. Qeyri-üzvü maddələrdən üzvü maddə sintez Avtotrof edən canlıları orqanizm. düzdür. Bitki gövdəsində kambi ilə özü arasında əsas qat necə adlanır? Oduncaq. Düzdür. Giriş və çıxış sifonları anadonta Anadonta aiddir aiddir. yoxsa? Düzdür. 16 doğru cavabı oldu Fəridin. Bravo! Heç bir dəfə də səhv eləmədiniz.